Növbəti gündən hər birinizə salam xanımlar. Dünən heç də çəkmədim. Çünki heç bir işim yox idi. Amma bugün çox işlərimiz var. Deməli, paltar yumalıyıq. Nə qədər paltarımız var. Paraşütümüz yoxdur. Gedirəm paraşüt almağa. Bir də ət maşınımızın necə də bıçağı qaynanan səhvən onu atıb, zibilə qarışıb. İndi gedirəm qayalıya baxam görəm. Burada satırlar ondan. Yoxsa ətimiz qaldı. Dünən qaynatım ət almışdı. Onun üçün. Gedim onlara baxım. Bir şey də alım. Sonra gedək evə. Gəldim qayalıya. Bir şey alım. İsmail üçün içindən marka alıram. Bir marka, bir də belə marka ilə alt paltar birləşik. İsmail bu aralar çox marka çirrədi, çox tərləyir onun üçün. Belə xanımlar, Amiri yedizdirdim, altını falan dəyişdim. İndi dedim o biraz oyuncaqlarla oynasın. Sən önünü bilə qalbay. Belə. Qonaq otağımızda yenə hər zaman kimi köçür, İsmail şpilkalar falan gətirib. Belə çaydanı qoydum üzərinə. Mən gedəndə paltarları atmışdım yuyulmağa, İsmail'i aparanda. Çaydan qaynayana kimi bunları sərim, asım, sonra da yeməyimi yiyeyim, sonra da başlayayım işlərimə. Belə xanımlar da yuyuldu, astım. İnarsız o qədər külək var ki, burada bir qatladım bunları. Qəşək bilmirəm kilo vardı, xəzirdə, hansı ondan əsir, o əsəndə paltar tez qoruyur. Belə xanımlar, indi bir-iki dənə qabımız var, sayı durub yemək yiyilən falan. Onu indi qoymura yuyaq onlarda. Bugün bizim evimizin təmizlik günüdür. Biz hər birinci gün, bir də 5-ci gün evi təmizləyirik. Birinci gün təmizləyirik ki, altı bazar çiklənib evimiz. İsmail hamı evdə olur altı bazar ona görə. 5-ci gündə eləyirik ki, yəni altı bazara hazırlıqlı olacaq ki, altı bazar biraz normal keçsin, hamı evdədir. Onun üçün ən çox 1-5 təmizləyirik evləri, yəni toz soranlamaq olsun, silmək, tozları falan almaq olsun, həftə içi otururuq. Amma həftə sonu yığışdırırıq ki, altı bazara hazır qalaq. İndi də Amir durub burada özü üçün oynayır. Mən də paltarları yudum, astım. Bir də indi qaldı mətbəxi yığışdırmaq, bir də evləri toz soranlamaq. İndi durum bu qonaq otağına da bir əl gəzdim. İsmail bütün oyuncaqları evin, eşiyin hər tərəfindədir. Onları yığım.
Onlar o bir otaqları qutardım, hər yeri sildim. Qaynanın otağını da sildim, zaten çəkmədim. Ora görsənmir, qapı tam açılmır deyə. Hə, belə, oranı da sildim, təmizlədim oraları, o 3 otağı, 2 otaq, bir də koridoru. İndi keçirəm zala. Zalın da divan üstlüklərini yuyacağım. Çoxdan da yumuruq. Axırıncı dəfə evi döşəndə yumuşduq. Bir də buraları toz soranayım, silim. Sonra keçəcəm hamam, tualet, axırda mətbəxə. Çünki paltarlarım da var asıl-asıl. Tez yuyub qoyuram ora ki, asaram. İndi tez keçim, salı da yığışdırım. Sizə mənə baxın. Belə xanım, qonaq otağında qəşəng toz suranlardan tozlar falan aldım. Qapıları da sildim. Bir də qaldı indi hamam, bir də mətbəx. Tez-tez bunları da eləyim.
Belə xanımla bitirdim işlərimi. Göstereceğim birbirinden. Bunu buraya asalım. Bunu buraya sereyim. Belə bunu yerine serdim. Bir de paltarları katladım, yığdım. Bir tane bu perde kaldı bunu. Bilmiyorum, qaynanam gəlsin soruşacağım ki asaq yerine yoksa yok. Bir de bunları yer bir eləyim. Biri mənim də bir qaynanamındır. O bəzilərini də astım. İndi bir dənə qaldı mətbəximi, qablarını yumaq. Bir də qaldı mətbəxi toz soranlamaq. Bu da qaynanam şkafı. Bunu mən necə bırakıram. Ben belə qatlayıb qoyub. Belə. Bunu da bir dəfə də qatlayaq. Bunu da qoyaq bura. Belə. Oldu, hazır. Belə bitirdi. Mənim də uşağımın qıdığı tutur. Dünən mənim heç bir işim yox idi, inanırsınız. Amir düz 4 saat yatdı da heç oyanmadı. Bunlar da yerine yıxım. 4 saat yatdı, heç oyanmadı. İndi 5 dəqiqə yatır durur, 5 dəqiqə yatır durur. İmkan vermir işimi görüm. Belə burada tamam. Gedək görə bu bəy niyə ağlayır. Nədir? 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 Nedir? Balım, çocuğum. Dedim ben niye saç durmursan? Qarnın tox, altın təmiz. Yatmır da. Belə xanımlar. İndi bir dənə buranı tostlar anlayacağım. Bir də buranı tostlar anlayacağım. Bir də qabları yumalıyam. Başqa heç bir işim yoxdur. Bir də bu paltarı çıxsın, bunu asacağım. İşte bitirdim. Amir 5 dakika sakit dursaydı buranı tostlar anlayardı. Neydi? Bak neydi? Ne istiyorsan? Pişt. Pişt. Belə, qaynanamı çəkmirəm, deyirsiniz, çəkirəm. Deməli, bilirsiniz ki, maşınımızın necə deyirlər, bıçağı itmişdi. Getdim qayalıya, yox idi. Qaynanam da durdu, tezdən getdi, Sumqayıta indi gəlib, getdi kələm falan da alıb gəlib ki, dolma pişirsin. Yəni mən tək idim evdə, çünki qaynanam yox idi, getmişdi, yoxsa qaynanam getmişdi Sumqayıta ki, onu tapsın, alsın, yoxsa ətimiz iylənəcəkdi. Bir dənə qablarım qaldı, onu da özü yuyar. Bayaqdan çox iş gördüm mən. Bir də o pərdəni qatlayıb götürəcəm aralıqdan. Bu şey də qaldı burada, tozsoran. Amir bəy də imkan vermir. Şey eləyim. Nəsə, bir iş görüm. Belə. Aytaç da ki, deyəsini iş görmür. Aytaç saat 8-də gedir məktəbə. Məktəbdə gəlir saat 2-yə qalmış. Ya da 2-nin yarısı, 2 işləmiş, belə gəlir də. İndi 6 dərsdən çıxmağa, 7 dərsdən çıxmağına baxır. Gəlir tez bazar bir dənə yemək yeyir, bəzən heç yemir. 7 dərsdən çıxanda promer saat 2-dən 4-ə hazırlığı var, 4-dən 6-ya hazırlığı var. Bir də 7-dən 9-a kimi hazırlığı var. O da qalan o 1 saati gəlmir, elə gedir orada bir yerdə oturur, yemək falan yeyir. Çay falan içir, özünə gəlir, sonra gedir o bir hazırlığa. Axşam saat 10-un yarısı gəlir. Yazıq uşaq da onda da gəlir, dərsi varsa dərsini oxuyur, yoxdursa yatır, səhər saat tezdən yenə 5-də durur, başlayır dərs oxuyur. Yəni 3-cü qrupa hazırlaşır, bilirsiniz. Özdə
elə belə yer deyil. İngilis dili müəllimliyinə hazırlaşır. Onun da harca balı 550-570 baldır. Çünki o universitet söhbəti var da. İstədiyi universitetin balı 580'dir. Bu il 580'den ora qəbul olublar. İndi ona görə ora hazırlaşır ki, bal yığsın, girsin o universitetə. Yazırlar, bir xanım yazır, nə oldu, Aytacın bu imtahanı qutarmadı. Yox, hələ qutarmır. Bu il inşallah Allah deyən olsun, biz deyən olmasın. İnşallah girəcək universitetinə. İnşallah. Allah heç vaxt onun əziyyətini yerdə qoymasın. Çünki çox əziyyət çəkir doğrudan. Vəbşi universitetə hazırlaşan, əziyyət çəkən, oxuyan kim varsa Allah heç vaxt onların əziyyətini yerdə qoymasın. İnşallah istədikləri universitetlər peşəyə inşallah Allah izin verərsə hamısı qəbul olar inşallah. Aytac da onların içində. Belə, burada da onu demiş oldum. Gəldi sağ olsun, yenə də gələndə, evə də gələndə Amirlə biraz məşğul olur, biraz İsmaillə məşğul olur. Yenə də biraz kömək əli uzadır uşaqlara baxmaqla. Bir dənə bazar günü evdə qalır, onda da ancaq ki dərs oxuyur. Yəni 6 gün 6-sında da məşğələləri var. Gedir ədəbiyyat, tarix, ingilis dili, riyaziyyat, bir də Azərbaycan dili. Riyaziyyata da özü Sumqayıta gedir. Sumqayıtda müəllim tutmuşuq, oraya gedir. Ona görə yol falan çox vaxtı gedir. Belə, buradan da onu açıqlamaq gətirmək istədim. Belə, başqa bir şey qalmadı deyəsən. Uşaqları verdim atasına. Qaynanamla gedirəm mağazinə. Gedə biraz alışveriş eləyəm. Gələk. Yoldaşıma dedim, gəlsən uşaqlara bax, mən gedim. Amirə yetişdirdim. Birim də İsmail'i yetişdirdi. İsmail bağçadan gəldi. Onu yetişdirdik. Yaxşıdırlar. Amir də yatacaqdı zaten. Əsas İsmail'dir. Belə xanımlar, gəldik. Bunları aldıq. İstəyənizdən bölüşün. Birinci uşaqlara pampers aldıq. Moltix aldıq. Axır ki gəldik bu 4 nömrə. Bir də İsmail'i bundan aldım. Sonra salfet aldıq evə. Sonra masalkamız qutarmışdı dediyim kimi ondan aldıq. Sonra bir də bu nam salfetdən aldıq. Qəşəng ucuz idi. 3 manat 30 qəpik idi 100 dənəsi. Əslində bingolarınki daha yaxşıdır, amma o bahaydı da biraz 6 manat falan idi ona görə. Bir dənə belə xlor aldıq, belə. Sonra bir dənə qap şamponu aldıq, xeyri. Bir dənə ayaqqabımız aldıq qaynatama. Burada da əti yığmağa pingvin kulokumuz qutarmışdı. Pingvin kulok aldıq. Sonra bir dənə yağ aldıq. Bir dənə çay aldıq. Bir dənə də belə pendir aldıq. Səhər yeməyə. Belə, bu qədər oldu. Bir də şey aldıq. Onu göstərmədim. Yumurta aldıq. Yumurta da çıxıb buradan. Bir də çörək aldıq. Başqa hiçbir şey almadıq. Belə. Sonra da qaynanamı bəyənmiş. Baxın, ətilə çəkdi, yığdım. Mən Amirlə məşğul idim. Bu qədər qab yudu, elədi. Yemək pişirdi. Söndürdüm ha, altın qaynadı bebi. Söndür bu ateşisi. Sonra Belə xanımlar, vlogumuz da bura kimi. İnşallah bu vlogumu da bəyənərsiniz. Əlimdən gəldiyi qədər çəkməyə çalışıram. Düzdür, bugün vlog paylaşa bilmədim. Çünki dünə heç nə eləməmişdim və çəkməyə edəcəyim yox idi. Onun üçün inşallah sabah paylaşacağım bu gün vlogunu. Bugün 5-ci gündür, 10 oktyabrdır, sabah 11 oktyabrdır. Sabah mənim Amir balamın 3 ay tamam olur. İnşallah onu da çəkilişini edəcəm, onları da sizinlə bölüşərəm. Belə, bugünlük bu qədər vlogumuz da bura kimi. Məni bura qədər izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Bəyənməyi, yorum yazmağı və abunə olmağı unutmayın. Sağ olun, salamat qalın. Hələlik.